qəbul edib gəldiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Bəli, bugün Azərbaycan tarixində xüsusi yeri olmuş, siyasi-ictimai xadim, böyük xeyriyyətçi, Azərbaycan belə deyək, cəmiyyətində əsl aristokrat olan Bakı neft milyonçusu Ulu babam İsa bəy Hacıyevski haqqında yazdığım ikinci kitabın təqdimat mərasimi. Lakin mən fürsətdən istifadə edib öz minnətdarlığımı, deməli, kitabın elmi redaktoru Cəbi müəllim Bəhramova, digər bizim alimlərimizə, Salatın xanıma, Firdosiyə xanıma, Leyla xanıma minnətdaram ki, çox yüksək rəylər yazıblar və o rəylər kitabda öz yerini tapıb. Bundan əlavə xüsusi olaraq məni bu işdə dəstəkləyən İsa bəy Hacıyevskinin yaxın qohumu, doğma bacısının nəticəsi, çox hörmətli Eldar müəllim Buliyeva öz dərin minnətdarlığımı bildirirəm. Çünki həm kitabın maliyyə dəstəyini, həm bugünkü tədbirin təşkilatçılığını Eldar müəllim öz boynuna götürdü və çox layiqli yerinə yetirdi. Və hər zaman Eldar müəllimlə söhbət əsnasında Eldar müəllim tapşırırdı ki, belə eləyin ki, böyüklərimizə layiq olsun. Və gördüyünüz kimi kitab poliqrafik cəhətdən çox yüksək səviyyədə çıxıb, onun məzmunu haqqında artıq siz oxucular qiymət verəcəksiniz. Və bu yerdə əlbəttə ki, bir daha biz nəslimizin adından Eldar müəllimə, ulu, necə deyərlər, babasına, ulu dayısına verdiyi qiymətə görə nəslimiz adından bir daha təşəkkürümüzü bildiririk və bugün üçün xüsusi hazırlanmış hədiyyəni Eldar müəllimə xatirə olaraq təqdim etmək istəyirik. Buyurun. Buyurun. Hədiyyəsiz və mənisiz. Teşekkürler, teşekkürler. Bir xüsusi təşəkkürüm də var bizim görkəmli alim, profesör Gülnaz xanım Abdullazadəyə. Çünki hər vaxtında, zamanında mənim ilmi işimlə əlaqədar Gülnaz xanım məni dövlət arxivinə yönləndirməsəydi, bəlkə bu kitablar heç işıq üzü də görməyəcəkdi və o sənədləri mən əldə edə bilməyəcəkdim. Eyni zamanda bizim hər zamanki dəstəkçimiz, hörmətli Fərhad müəllimə də təşəkkürümü bildirirəm. Çünki Fərhad müəllim hər zaman bir sözü deyir, Lekskiya solidarnost. Lekskiya solidarnost, yəni bəy nəslinin həmrəyliyi. Və o da bilirsiniz ki, böyük bir nəslin, Səfərəyevlər nəslinin davamçısıdır. Və mən çox şadam ki, Fərhad müəllim böyümüzünədir. Hörmətli qonaqlar, mən bir kitabın müəllifi kimi və artıq İsa bəy Hacıyevskinin həyat və fəaliyyətinin bir tədqiqatçısı kimi bir neçə fikrimi sizə çatdırmaq istəyərdim. Əlbəttə, İsa bəy Hacıyevski qarşısına hamıdan zəngin iş adamı olmaq məqsədi qoymamışdı. Çünki onun kifayət qədər imkanları var idi ki, doğrudan da şəhərdə öz sözünü desin. Elə təkcə müasir Türkmenistana məxsus Çiriken adasında İngiliz iş adamları ilə qurduğu Qacınski Çiriken şirkəti və Bakı ətrafında 60 neft mədəni ona kifayət qədər vəsait qazandırırdı ki, o Azərbaycanda ən sayılıb seçilən insanlardan biri olsun. Və əgər onun varidatını biz müqayisə eləsək, ən öndə gedən bizim sahibkarlarımız hörmətli Hacı Zeynalabdin Tağıyev, burada əyləşib Musa Nağıyevin nəvəsi Dilara xanımı da salamlayıram. Müqayisə eləsək, əlbət ki, onun varidatı bir qədər geri qalsa da, digər tərəfdən İsa bəy Hacıyevski savadlı iş adamı olaraq, dövlət xadimi olaraq, mən bunu cəsarətlə niyə görə deyirəm? Çünki elə bir dövlət qurumu yoxdur ki, orada İsa bəy təmsil olunmasın. Və xarici dili bilən insan və Rus dilini mükəmməl bilən bir şəxs kimi o daima xalqın milli maraqlarının qorunmasında,
xarici kapitalla, necə deyək, sahibkarlarla mübarizə aparmaqda, qanunvericiliyin qorunmasında, Bakı şəhərin abadlaşdırılmasının, o qərarların yerinə getirilməsində əlbət ki, İsa bəy hamıdan öndə idi. Və onun milli ideyası var idi, o da ondan ibarət idi ki, o Allahdan bizə bəxş olunan nefti məhz xalqımızın xeyrinə, xalqımızın milli maraqlarına sərf edərək ona xərclənsin. Əlbəttə, İsa bəy Hacınski 1919-cu ildə rəhmətə getdi və Sovet dövründə onun adını çəkmək belə qadağan idi. Və bizim ailəmizdə də heç vaxt İsa bəy haqqında biz bərkdən danışıq bilməmişik. Həmişə yavaş səslə, yüksək səslə onun adını çəkə bilməmişik. Çünki əgər qohumluq bilsəydi müəyyən orqanlar, yəni bilirsiniz ki, bu böyük bir faciəyə səbəb olacaqdı. Ancaq indi şükürlər olsun ki, elə dövrə gəlib çatmışıq ki, müstəqil Azərbaycan zamanında yaşayırıq və İsa bəy kimi görkəmli şəxsiyyətlərin adını biz qürurla çəkirik. Və bunda əlbəttə ki, biz görkəmli tarixçilərə, jurnalistlərə, yəni aparıcılara, teleaparıcılara çox minnətdarıq ki, onun adını yenidən qaytardılar. Çünki əgər Sovet vaxtında xalqdan çıxmış sahibkarların adları çəkilsə də, İsa bəyin adı ümumiyyətlə çəkilmədi. Və bu ədalətsizliyi aradan qaldırmasında əlbəttə ki, bizim alimlərimizin çox böyük payı var. Və əgər mənim bu işdə zərrə də olsa, faydam olubsa, mən buna görə çox sevinirəm və fəxr edirəm. İndi mənim rəhmətlik nənəmin, anamın yəqin ruhu şaddır. Çünki nənəmin o iri qara gözləri daimi, bilirsiniz, kədərli idi. Heç vaxt o qadın gülməzdi. Çünki bu boyda faciəni yaşamış bir insan idi. Amma indi inanıram ki, o bu hadisəni görsəydi, indi çox sevinərdi. Və o həmişə deyirdi ki, bir vaxt gələcək, bir zaman gələcək, siz babanızın adını qürurla çəkəcəksiniz. Və şükür Allaha bu zaman gəldi, yetişdi. Mən çox danışa bilərəm, amma sizin vaxtınızı bundan artıq almayayım. Sözü tədbiri aparılması üçün peşəkar aparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət xanım Təhmiraz qızına verirəm. Buyurun Səadət xanım, diqqətinizə görə minnətdarım. Hər vaxtınız xeyir olsun, dəyərli ziyalılar, gözəl insanlar, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin, ziyalılığının keşiyində duranlar. Hamınızı bu gözəl tədbirdə ürəkdən salamlayıram. Düşünürəm ki, bu adi bir tədbir deyil. Hörmətli Mürida xanım və İsa bəy Hacınski şəcərəsindən olan insanlar bugün belə bir dəyərli kitabı ərsəyə gətirməklə sanki bizim hər birimizə örnək olacaq bir gözəl işi təqdim etdilər. Əlbəttə, hər kəs bir nəslin nümayəndəsidir. Hər kəsin bir nəsil şəcərəsi var. Amma gəlin etiraf edək ki, hər kəs öz nəsil şəcərəsi haqqında nə yaza bilir, bəlkə də müəyyən şeylər də yaddaşlardan silinib gedir. Amma bugün ərsəyə gələn İsa bəy Hacınski adlı bu gözəl monografiya bu unudulmaz şəxsiyyətin həqiqətən unudulmaz olduğunun gözəl bir ifadəsidir. Belə bir el bayatısı var. Hər biriniz yəqin bunu çox gözəl bilirsiniz. Deyir, sügələr axar gedər, bəndləri yıxar gedər. Dünya bir pəncərədir. Hər gələn baxar, gedər. Amma yox, bu pəncərədən sadəcə baxıb getməyənlər, bu dünyada öz dünyalarını yaradaraq, özləri də əbədi yaşayanlar var. Elə İsa bəy Hacınski kimi. Deyirlər ki, ruhlar yaşayır. Bəli, mən buna inanıram. Düşünürəm ki, hər bir imanlı insan da belə buna inanır. Odur ki, ümidvaram ki, İsa bəy Hacınskinin ruhu bugün buradadır. Bizimlə. O ruha almışdır. Necə ki, Ölməz Nizami yazırdı ki,
Əgər söyləsələr bəs o hardadır? Hər beyti söyləyirlər, buradadır. Bəli, burada olan o ruhun bir daha qarşısında biz hər birimiz müntəzir olaraq bugün İsa bəy Hacınski haqqında bəlkə də bizim çoxlarımızın bilmədiklərini ərsəyə gətirən, o kitabın müəllifi olan, yuxusuz gecələrini o kitaba sərf edən, bir nəvə, nəticə sevgisi ilə, bir ziyalı sevgisi ilə, bir Azərbaycanlı sevgisi ilə bu kitabı ərsəyə gətirən Nuridə xanımı da mütləqdir ki, alqışlayaq. Və Nuridə xanım yalnız bu kitabla kifayətlənmədi. O sevgi o qədər aşıb daşır ki, onu daha bir gözəl sənət nümunəsi ilə ifadə etmək istəyib. Gözəl bir sənədli film hazırlayıb. Filmin senari müəllifi olaraq hər bir sözün, hər bir kəlmənin üzərində Nuridə xanımın sevgisi var. Və o sevginin mənbəyi isə İsa bəy Hacınskinin ömür yoludur. İndi biz həmin o filmi izləyəcəyik ki, orada İsa bəyin ömür yolunun müəyyən məqamları öz əksini tapar. Buyurun, diqqətiniz ekrana. Qədim Bakı, zəngin mədəniyyətə və yeraltı sərvətlərə malik olan doğma şəhərimiz. 19-cu əsrin ortalarında Bakı ətrafında qara qızılın kustar üsulla da olsa hasil edilməsi şəhərimizi dünya neft sənayesinin mərkəzinə çevirdi və bu da Bakıya böyük kapital axınına səbəb oldu. Ancaq xarici kapital sahibləri burada yalnız gəlir əldə edirdilərsə, xalqımızın layiqli evladları şəhərimizin abadlaşdırılmasını, əhali arasında savadlığın yayılmasını, mədəni obyektlərin tikilməsini həyata keçirirdilər. Tariximizdə dərin izlər buraxmış Bakı elitasının parlaq nümayəndəsi, 11 neft milyonçusunun yeganə bəyi, ilk Azərbaycanlı məhkəmə hakimi, Bakı Dumasının millət vəkili, 1-ci gildiyalı tacir, neft qurultayının üzvü, Bakıya ilk Rolls-Royce minik avtomobilini gətizdirmiş İsa bəy Hacınski idi. Azərbaycan xalqının 20-ci əsrdə fəxr edəcəyi, qürur duyacağı böyük şəxsiyyətlərdən biri İsa bəy Hacınskidir. Bu insan milli tariximizə həm bir sahibkar, həm Azərbaycan xalqının mənafeyini müdafiə edən bir dövlət xadimi və o cümlədən xeyriyyətçi kimi daxil olub. Çox məşhur bir nəslin nümayəndəsidir. Onun şəcərəsi ilə tanış olduqda görürsən ki, Bakının ən tanınmış nəsillərinin nümayəndəsinin birinin təmsilçisidir. Doğrudur, əsl demək, müştəri Bakının Romanı kəndində olsa da, sonradan Bakıya köçürülür. Amma xüsusilə 19-cu əsrdən sonra 20-ci əsrin əvvəlində İsa bəy Hacınskinin həyata keçirdiyi demək, işlər, gördüyü işlər, onun Bakı şəhər Dövlət Dumasının üzüm kimi fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Və Bakı Azərbaycan xalqının fəxr etdiyi, xüsusilə Bakı şəhər əhalisinin fəxr etdiyi milli parkın, daha doğrusu bulvarın salınmasında İsa bəy Hacınskinin müstəsna rolu vardı. Hətta mən deyərdim ki, onu indi neftçilər prospektə alır, amma yaxşı olardı ki, elə onu İsa bəy Hacınski prospektə adlandırsalar daha dəqiq olar, daha ədalətli olar. İsa bəy Hacınski uzun illər ərzində Bakı Şəhər Dumasının millət vəkili kimi iclaslarda haqq səsini ucaldır, öz prinsipial mövqeyini ortaya qoyur və bizə düşmən kəsilən erməni fraksiyasından olan Duma üzvləri ilə daima mübahisə edirdi. İsa bəy Hacınski Azərbaycan ictimai-siyasi həyatında, eyni zamanda Azərbaycan iqtisadi tarixində öz imzasını qoymuş şəxsiyyətlərdən biridir. Azərbaycanda milli sahibkarlığın formalaşmasında İsa bəyin çox böyük əməyi var
Və bunu da qeyd eləmək lazımdır ki, İsa bəy bizim digər sənayeçilərimizin arasında onunla fərqlənirdi ki, o əsilzadə idi. Digər bizim neft milyonçularımızın bir çoxu müxtəlif sahələrdən bu peşəyə gələnmişlər, amma İsa bəy Hacınski zadəgan idi, bəy nəslindən idi və Azərbaycanda neft bumu başlayanda onun təməlində duranlardan biri idi və onun bütün sonraki fəaliyyəti Azərbaycan tarixində, istər iqtisadi tariximizdə, istər ictimai tariximizdə böyük iz qoymuşdur. Onun ictimai fəaliyyəti haqqında danışanda mütləq burada qeyd eləmək lazımdır ki, Bakı Şəhər Dumasının ilk üzvlərindən və ən fəal üzvlərindən biri idi İsa bəy. Hər zaman şəhərin ən vacib, ən gündəlikdə duran çətin problemlərinin müzakirəsində İsa bəy həmişə öz fikirlərini Dumanın iclaslarında açıq ifadə edirdi, öz mövqeyini müdafiə edirdi və bir ictimai xadim kimi istər Azərbaycanlılar arasında, istərsə də hökumət arasında çox böyük nüfuza malik idi. Onun ictimai xadim kimi fəaliyyətini biz həm də 1905-ci, 1906-cı illərdə baş vermiş erməni-müsəlman qırğınları zamanı görürük. Belə ki, o zaman iki milləti barışdırmaq üçün yaradılmış xüsusi komitənin üzvlərindən biri də İsa bəy idi və bu komitənin fəaliyyətində o çox yaxından iştirak edirdi. Hətta o zaman erməni və Azərbaycan nümayəndələri arasında bu sülhün əldə olunması istiqamətində danışıqlar gedirdi, yazışmalar gedirdi və orada erməni nümayəndələri Azərbaycanlılara qarşı çox ultimativ tərzdə öz tələblərini irəli sürürdülər. Belə bir məktub mətbuatda çap olunanda Azərbaycan nümayəndələri erməni nümayəndələrinə cavab məktubu hazırlamışlar. Və o cavab məktubunda çox maraqlıdır ki, komitənin çoxsaylı üzvlərinin olmasına baxmayaraq, imzanı İsa bəy Hacınski ilə Əsədullah Əhmədov atmışlar və onlar çox belə qəti şəkildə ermənilərə öz mövqeylərini, Azərbaycan ictimaiyyətinin mövqeyini çatdırmışdır. İsa bəy Hacınski Bakıda 11 illik imperator 2. Aleksandr adına Oğlanlar Gimnaziyasının fəxri himayədarı olaraq hər il 1000 qızıl rubl keçirməklə məktəb üçün kinematoqraf və Vladikavkazda bağ evi almışdır. İsa bəy Hacınski Azərbaycan sərmayədarları, Azərbaycan millətləri içərisində özünün həm əsilzadə köklərinə görə, həm fəaliyyət dairəsinin çox şaxəli olmasına görə, həm çalışdığı sahələrdə bir çox ilklərin müəllifi kimi bizim digər sərmayədarlarımızdan, minarelerimizdən xüsusilə vardır. Allah hamısına rəhmət eləsin ki, o sərmayədarlarımız, o milyonerlərimiz ki, onların o zamanki fəaliyyəti xalqın xeyrinə olur. Onların o zaman yaratdıkları bugün də xalqın xidmətində. Bunların sırasında Bakı Şəhər Dumasının fəaliyyətində çox yaxından iştirak edən, atasının, babasının bu ictimai orqandakı fəaliyyətini davam etdirən, Azərbaycan Dairə Məhkəməsinin ilk Azərbaycanlı hakimi olan, Azərbaycanın təkcə Abşeron yarımadasında yox, Şamaxı, Xaçmaz və digər yerində, Quba, Şamaxı qəzalarında geniş sərmayədarlıqla, geniş iqtisadi fəaliyyəti ilə seçilən İsa bəy Hacınski Azərbaycan xalqının 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində həm sosial-iqtisadi, həm ictimai-siyasi, həm mənəvi, mədəni həyatında böyük rol oynamış simalardan biridir ki, bugün də onun tikdirdiyi binalar Bakının ən gözəl memarlıq abidələrindən biri olaraq qalmaqdadır. Bugün də xalqımıza xidmət etməkdədir. İsa bəy Hacınski çox gözəl ailəyə sahib idi. Onun qaynı ilk Azərbaycanlı kimyaçı alim, professor Mövsüm bəy Xanlarovun olması həm evladlarının xaricdə mükəmməl təhsil almasına, həm də İsa bəyin ümumilikdə təhsil konsepsiyasının formalaşmasına böyük təsir göstərmişdir. Lakin amansız bolşeviklərin hakimiyyətə gəlməsi İsa bəyin ailəsini pərən-pərən saldı. 3 oğlu Fransaya mühacirət etdi. Bakıda isə həyat yoldaşı Xeyransa xanım Xanlarova, bir də yeganə qızları Zibeydə qaldı.
İsa bəy Hacınskinin nəhəng varidatı zorla əllərindən alınaraq quldur bolşeviklərin əlinə keçdi. Ancaq onun tikdirdiyi möhtəşəm binaları Bakının memarlıq şedevrlərinə çevrilərək bugün də şəhərimizi bəzəyirlər. Bilirsiniz, bu bina Bakı köhnə Bakılılar binanı Hacınski binası kimi tanıyırlar. Həqiqətən Bakının indi də bir simalarından biridir. Mən işləmirəm ki, birinci neft bumu vaxtında 19-cu əsrin sonunda 20-ci əsrin əvvəlində həqiqətən bina Bakının bir simalarından bir vizit kartı idi. Həqiqətən bina Bakının o dövrünün əksidir. Bilirsiniz, biz bunu həm eklektik memarlığında bir memarlıq epoxasının o ayrı bir memarlıq, bilirsiniz, üslubunun üstünləməyində, bilirsiniz, binanın çox gözəl, incə şəkildə işlənmiş daş detallarında, həqiqətən binanın belə epotaj memarlığında, eklektik memarlığında və bütün o dövrünün binaları faktiki bu belə deyək, bu gözəl üslubda tikilmişdir və dünya memarlığında bu memarlıq dövrünə, Bakının memarlıq dövrünə Bakı moderni üslubu memarlıq tarixçiləri adlandırırlar. Bilirsiniz, həqiqətən indi də belə bir fikir var ki, binanın fasadı binanın sahibinin əksidir. Həqiqətən binanın incə fasadında, onun elegant detallarında, bilirsiniz, onun gözəlliyində biz İsa bəy Hacınskinin aristokratlığını, İsa bəy Hacınskinin sosial səviyyəsini görürük. Mən bir məqama da toxunmaq istəyirəm, bu binanın faciəvi tarixinə, bilirsiniz. Təəssüf ki, 1918-ci ildə bu erməni Azərbaycan hadisələrinə vəhşiliyindən sonra 1919-cu ildə İsa bəy Hacınski öz dünyasını dəyişdi. Ailəsi bu binadan qovuldu və bu binada 1935-ci ilə qədər Rest-Sol belə bir təşkilat, dövlət təşkilatı yerləşirdi. Sonra bu binada 44-cü ildə biz bilirik ki, Charles de Gaulle, Fransa prezidenti gəlmişdi. Yusif Məmmədəliyev yaşayırdı və onlara bu şəxslərə aid binanın fasadlarında çox gözəl xatirə lövhələri var. Amma nəyə görə biz indiyə kimi İsa bəy Hacınski haqqında belə bir gözəllik, bizə yadigar qoyan, belə bir gözəl binaları Bakı üçün, yəni insan üçün biz indiyə kimi lövhəni qoymamışıq. Nəyə görə onun xatirəsinə biz Bakının mərkəzində bir küçə adını qoymamışıq. Mən hesab edirəm bu səhvləri biz mütləq düzəltməliyik. Sovet dövrünün çətinliklərinə baxmayaraq, İsa bəy Hacınskinin nəslinin davamçıları Bakı şəhərində yaşayıb yaratdılar. Nəvə nəticələrinin hər biri öz babalarının adını uca tutaraq xalqımıza layiqli şəxsiyyətlər kimi yetişdilər. Onların arasında tanınmış alimlər, hüquqşünaslar, diplomatlar, hərbiçilər, həkimlər, müəllimlər və digər peşələrin sahibləri vardır. Və hər biri müxtəlif sahələrdə fəaliyyət göstərərək daima babalarından əxs etdikləri yüksək insani keyfiyyətləri qürurla daşıyırlar. İsa bəy Hacınskinin böyük bacısı Bilqeys xanımın da nəvə nəticələri müasir Azərbaycanın dövlət quruculuğunda, ölkəmizin qanunvericilik bazasının yaradılmasında fəal iştirak edir. Yüksək mənəvi keyfiyyətlərə malik ziyalılar olaraq xeyirxah əməlləri ilə bu gün də köklərinə sadiq olan cəmiyyətimizin fəxr ediləsi nümayəndələridirlər. Mən filmə diqqətlə tamaşa edərkən, orada diqqətimi çəkən həmin bina oldu. Və yadıma da o misralar, o sətirlər düşdü ki, Müridə xanım kitabda həmin bina ilə bağlı nənəsi Zibeydə xanımdan eşitdiyi xatirələrini qələm alır.
Hansı ki, onlar uşaq olarkən hər dəfə Zübeydə xanım o binanın qarşısından keçərkən onlara binanın içində yerləşən otaqların sayını, otaqların hər birinin kimə məxsus olduğunu söyləyərmiş. Və Nuridə xanım biri vardı, biri yox. Belə bir nöqtə qoyur öz fikirlərinə. Və bu zaman mənim yadıma yenə bir el bayrağı oluşdu. Bu qala bizim qala, həmişə bizim qala. Tikmədim özüm qalım, tikdim ki, izim qala. Və İsa bəy Hacınskinin əməlləri onun izinin qalmasını və onun izi isə əməllərinin əbədi yaşarlığının ifadəsidir. Odur ki, bugün hər kəsin, xüsusən də kitabla dərindən məşğul olan, yəni onu oxuyan, ona redaktorluq edən, ona rəy verən bizim gözəl alimlərimizin də sözü var. İzi olan İsa bəy haqqında sözü söyləyən, sözü alimlərimizə vermək istəyirəm və kitabın ilk səhifələrində belə bir cümlə oxudum. Nuridə İsmailzadə arxiv sənədlərinə müraciət etməklə İsa bəy Hacınskinin real portretini yaradıb. Bu fikir bizim çox hörmətli alimimiz Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulağa Bakıxanov adına Tarix və Etnografiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Cəbi müəllim Bəhramova aiddir. Və mən hörmətli Cəbi müəllimi kürsüyə dəvət edirəm ki, digər düşüncələrini özü sizinlə bölüşsün. Çox sağ olun Səadət xanım, çox hörmətli Nuridə xanım və İsa bəy Hacınski nəslinin nümayəndələri sizi bu gözəl nəşrin işinizi görməsi münasibəti ilə ürəkdən təbrik edirəm. Nuridə xanım, siz elə bir iş görmüşsünüz ki, siz öz ulu babanıza bir abidə uzatdınız. Mənim üçün, açığın deyim, bu kitabı redaktör edərkən bir nəfəs oxudum. O qədər məni heyran etmişdi ki, çünki burada mən millətimizin real tarixini gördüm. Çünki bu sərvətlərin sahibi olan bu millətə qarşı hansı cinayətlər törədilməyib. O cümlədən bu ailəyə qarşı, bu ailənin, necə deyirlər, fəxri, bütün millətimizin fəxri olan İsa bəy Hacınskiyə qarşı. O filmdə də demək çox geniş şəkildə qeyd olundu. Kitab 8 fəsildən ibarətdir. Və burada onun həyatı tamamilə öz geniş şəkildə əhatə olunub, öz əksini tapıb. Və onun hər bir fəaliyyətini izlədikcə, mənim gördüyüm qənaət budur ki, o millətinin fədaisi idi. Onun dərdini çəkən, ona sahib olmağa çalışan və onun mənafeyini bütün mərhələlərdə qorumağa çalışan bir şəxsidir. Və xüsusilə onun bu başqa milyonçulardan fərqləri bu, həm də yüksək alim təhsil, universitet təhsil alan bir şəxsidir. Elə bir sadə adam deyildi. Bir neçə dili bilirdi. Ona görə də o, xüsusilə Bakı Şəhər Dövlət Dumasında fəaliyyəti zamanı Azərbaycan xalqının düşmənləri olan Çar Rusiyasının əli ilə Azərbaycana köçürülən o ermənilərə qarşı amansız mübarizə var. Hətta səhv eləmirəmsə, Nuridə xanım, orada Bakı şəhərinin simvolu olan Qız qalasının demək, sökülməsi məsələsi ilə bağlı o erməni deputatının təşrifi söhbəti var. Mən bilirsiniz, bu neft sənayesi tarixini tədqiq etdiyim üçün burada hörmətli Ziyyət müəllim eləşi bilir, çoxdan bu bizim iqtisadiyyat tariximizlə bağlı məsələlərimizi aşırır ki, mən bilirsiniz, dəhşətli faktlarla rastlaşdım. Elə faktlar ki, hətta oturub düşünürdüm ki, bu böyük yaradanın görünür əli bizim başımızın üstündəyim ki, bir millət olaraq sağ qala bilmişim. Sual verirdim həmişə, Nobellərin burada nə işi var? Tozlu, torpaqlı, Bakı indi kimi gözəl deyildir. Rothschildlərin burada nə işi var? İngiliz kapitalının nümayəndələrinin burada nə işi var?
bir arı peteğe gelen kimi görürsünüz. Öyle bir ki yağlı bir dişe görmüştüler. Ve təsəvvürə gətirin, bu millete karşı onların münasibətini okudukça o arka sənədlərini, ne için o yazdığım demek redaktör adından orada da qeyd edilmiş ki, onlar bilirsiniz elə bir münasibət göstərirlər ki, bu insani münasibət hatırlamaq mümkün değil. Ve o şirketin ki adı gedib Tovarищество bratьев Novik. Bu Tovarищество, yani yoldaşlık sözünün arkasında 6 Ermeni milyoncusunun adı var. Halbuki Bakı neftinden bunlar bu servetleri toplamışlar. Ve o servetlerden vesayet ayırıp birisizlere gönderirler. Fransa'ya. İndiye kadar Ermenilerin arkasında o əxlaqdan, mənəviyyatdan uzaq olan fransızlara və bunlar təsəvvürə getiriyoruz da adam da diyeceğim. İndi benim değil, Rus demişim, niyetiyyət neçə var? Açığın diyeceğim, her şeyi ezeli koy, vətən övladları bunları bilsinlər. Üçüncü xariclər nazir olur, İsrail'də, Litvinov. Təsəvvürə getirin, İcra xanım, demək, Paris'te bir şirket teşkil edip, Ekvador partizanlarına yardım cəmiyyəti. Kolları gönderilmişler oraya. Oradan silah alınmışlar. Bunu ben yazmıyorum. Onu bu sahilleri yazır. Ki ben silah alıp Aralık Denizi'nden gönderilmişler. Karadeniz'den Batum'a, Batum'dan nereye geldi? Bakı kimin ünvanı? Daşnakçı'nın ünvanı. Kim inanmır? Leonid Mlyeçin, Ministri İnastranlar diye Çiyniki i Romantiki. 2003 yıl Moskva'da neşr oldu. Açık şekilde yazır ve bunların da teşkilatçısı çoxlarınızın adını eşittiğiniz Galuz Gulbekan'dır. Cenab 5%. Bilirsiniz mi? Bunların hamısını demek lazım. Onlara karşı mübarizede sinesini kabağa veren bu kişi. Siz bilirsiniz Nobellerle bu nice vuruşur. Ve istəyilən ayrılır. Hərsənkilçən hökuməti bunun hakkını taplayıp ama bunun hakkını qaytaran Azerbaycan Xalq Cumhuriyyəti hökuməti olur. Ama onu da hatırladım. Belki de bunu çokları bilmir ama bir iki defa bunu söylemişim. Sovet Rusyası değilim, Sovet SSR devleti değilim, devleti Rus milleti yaratmıyor. Size bir rakamı diyeceğim. Tabi ondan hesabınızı aparın. Sovet Rusyasını yaratmak için Rothschild'lerin, Nobel'lerin, Rockefeller'lerin ayırdığı vesayetin miktarı 102.290.000 dolardır. Her bir çeviriş için. O değiller ki Tevrizki Saray'a ne de matroslar gidiyor. Matroslar Amerika'dan gelmişti. Ve Trotsky'nin cebine 10.000 doları da xəstəmə için koyan Rockefeller'di. Hacınski değildi. Bilirsiniz. Bunları hakikatleri bilip ve böyle insanlarımızı üze çıkartıp milletimize tanıtmak bizim borcumuzdur. Ve ona göre de bu kişiler olmasaydı bu milletin bu günü olmazdı. Bunu açık şekilde değil. Ona göre de Nurda Hanım yine diyelim, elbette çok danışmak olar, çok sözleri söylemeye olar ama bu insan o kadar hayırxahlı, o kadar geniş yürekliydi, o kadar samimiydi, vatansever bir insandı. Ve ne yaratmışsa bu millete kaldı. Benim ilk defa İsa Bey'le bağlı okuduğum bir makale ve orada onun kızının geçirdiği heyecan beni öyle tutmuştu ki. Yaş bu kadar haksızlığı ne için ettiler? Ve ona da değil. Allah Əlifşət Bey'le Quliyevə rəhmət edilsin. O öyle bir alimdir ki, onun 54. ilde neşrettiği 2 cilitli Azerbaycan tarihinin 2. cildinde Bolşeviklerin başta o torpaqda kabul edilmeyen Lenin'in emriyle demek 82,3 milyon rubl kızıl pulu ayırdılar. Nedir? Başında ve Şimal Azerbaycan'da əhalinin soygurumu türetmek için. Ferazan təsəvvürə getirin 31,8 milyon rubl kızıl pula 2 milyon patron aldılar. O kitapta var. O kitap o faktları neşrettiğine göre de ona suikast teşkil ettiler. Adını da diyeceğim. O indi içimizde düşünsün. Onun teşkilatı susmadı. Bu sonraki başka bir
söhbətin mövzusudur, amma onu deyim ki, orada demək, alınan silahın miqdarı 2 milyon patrondur, 5 min tüfəngidir, 2 zirehli qatarıdır. Demək, 14 ay yapılanır ki, Bakını bombardıman etmək üçün. Təsəvvürə gətirin ki, burada Bakıda bir qoşun yoxudur, ordu yoxudur. Bu Bakı əhlinin, ümumiyyətlə Azərbaycan əhalisinin günahı nə edir? Bilirsinizmi? Və əgər siz, bax, o otelin də yerləşdiyi yerdən zırh qədər qaza bilsəniz, nə qədər kütlə məzəlləşir. Bakıda öldürənlər isə 30 bin nəfərdən çoxdur. Mən buna ömrümü sərf etdim, araşdırdım. Arxivlərdən çıxmadım. Amma gücüm ona çatdı ki, heç olmasa bunları İtaliyada Roma Universitetinin Siyasi Tədqiqatlar İnstitutunun 1935-ci ildə Florensiyada çap olunan Beynəlxalq Siyasi Tədqiqatlar jurnalında İngilis dilində 23 səhifədə çap elədi. Qoy Avropalılar da bilsin ki, bunlar kimdir? Bilirsiniz mi? Ona görə də Cənab Prezident Əl-Ərəbiyyə telekanalına müsahibə verəndə deyəndə ki, 11-ci ordu Sovet Rusiyası Azərbaycanı işğal edib, Rusiyada bir şivən qoflu, bir mələşmə başladı ki, xeyr olan, nədir, həqiq gözümüzü deşirir. Ona görə də, üzr istəyirəm, bəlkə də mən biraz həyəcanlı hesabı danışam, amma bu faktları görünce, amma bu cinayətlərə qarşı sinəsini gələn kişilərdən bax, biri bu kişiydi. Allah'a da rəhmət eləsin. Bilirsiniz, bunları araşdırdıqsa, və yenə deyirəm, nə yaxşı ki, London var adı. Nə yaxşı ki, indiki prezident var. Var olsun o. Bilirsiniz, mənim televiziyada bir müsahibəm olmuşdu, Xəzər televiziyasında. Orada da bilirsiniz ki, götürüb Nobel'in adına qoymuşlar. 2021-ci il. Birdən aparıcı mənə dedi ki, sizi təbrik edirəm. Dedim, nədir ki, Cənab Prezident Sərəncə verdi, Nobel'in adını sildi, buydu 8 noyabr, Zəfər prospekti, eşq olsun ona. Ona görə də, elə bayaq səsləndi o fikir. Əgər 8 noyabr burada bitirsin, oradan elə Xacinski qoysunlar, daha yaxşı olacaq, daha ədalət olacaq. Və bir daha ürəkdən təbrik edirəm, uğur olsun, mən həmişə sizin xidmətinizdə varam, təşəkkür edirəm, sağ olun. Çox sağ olun Cəbir müəllim, bilirik ki, ürəyiniz doludur. Əlbəttə biz elmin dəryasında üzən və onu, o düşüncələrini sözə düzən alimlərimizin hamısına təşəkkür edirik. Ölməz Nizami əbəs deməmişdi ki, ən uca zirvədən biriniz fəqət alimin zirvəsi ucadır, əlbət. Bəli, indi bir alimimizə də söz verəcəyik, çünki o kitabın rəisçilərindən biridir və onun yazısını mən oxuyanda gördüm ki, doğrudan da bu hörmətli xanım alimimiz Nuridə xanımın bu kitabı yazarkən həm də bir elmi fəaliyyətini, onun alim kimi düşüncələrinin səlist və rəvan olduğunu ifadə edibdir. Bu gözəl alimimiz Azərbaycan tarixinin müəyyən qatlarını öz yazılarında, öz yuxusuz gecələri ilə araşdırıb, bizə gözəl tarixi məlumatlar verən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Tarix Kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, əməkdar müəllim Firdosiyə xanım Əhmədovadır. Mən minnətlə sizi kürsüyə dəvət edirəm. Çox sağ olun. İlk öncə dəvətə görə belə gözəl təqdimat mərasimində iştirak etmək şərəfini mənə də nəsəb etdiyiniz üçün Nuridə xanım sizə təşəkkürümü bildirirəm. Bütün təqdimat iştirakçılarını salamlayıram. Çox əlamətdar bir gündə, yəni bu mərasimə toplaşmışıq. Bilirsiniz, təqdimatlar çox olur, amma şəxsiyyətlərimizlə bağlı təqdimatların içərisində bu kitabın və o kitabın həsr olunduğu şəxsiyyətin yeri ayrıdır. Çünki adətən ictimai və yaxud da siyasi xadimlərin ayrı-ayrı fəaliyyəti ilə bağlı olan kitablar var. Amma tarixi şəxsiyyətlərimizlə bağlı kitablar da az deyil. Nəzərə alsaq ki, İsa bəy Hacınskini o tarixi şəxsiyyətlər içərisində səciyyələndirən xüsusi özəllik nədən ibarətdir? Bunu təbii ki, kitabla tanış olanlar daha aydın biləcəklər, görəcəklər, tanış olanlar bilirlər zaten.
Kitabda diqqətimi cəlb edən ilk öncə ondan ibarət idi ki, məqam Nuridə xanım bir alim səriştəliyi ilə bu kitabı yazarkən Avropada, Qərbdə çox populyar olan bir istiqamət var, indi ailə tarixşünaslığı. Amma mən deyərdim ki, Nuridə xanım bioqrafik janrda ailə tarixşünaslığının akademik səviyyəsində nümunəsinin yaratdı və bunun mən deyərəm ki, ilk izini qoyubdur. Burada təqdim elədilər ki, hörmətli Dilarə xanım da burada iştirak edir. Musa Nağıyevin, salamlayıram Dilarə xanımı da, nəvəsi. Bilirsiniz necədir? Biz tarixçilər, Cəbi müəllim burada çıxış elədi, tanıyırsınız, bilirsiniz, hörmətli ailemizi. Çox zaman zəngin ailələrin, görkəmli şəxsiyyətlərin varisləri yaxınlaşırlar ki, bəs bizim babamız haqqında niyə deyilmir? Elə Hacı Zeynalabdin Tağıyev haqqında deyilir, Musa Nağıyev, başqaları, bəs bizimkilərin. Təbii, haqlıdırlar. Çünki o insanların hər birinin Azərbaycan xalqının mənəvi tarixində, mədəniyyət tarixində, maarifçilik tarixində böyük izləri var, xeyriyyəçilik tarixində. Amma nəzərə alsaq ki, ayrı-ayrı istiqamətlərdə alimlər tədqiqat işi aparır. Ola bilər ki, hər hansı bir tarixi şəxsiyyətin irsinə müəyyən bir mərhələli, epizodik yanaşma olsun. Amma Nuridə xanım bu işi heç də tarixçilərin öhdəsinə qoymadan, özü bir alim səriştəliyi ilə İsa bəy Hacınskinin ömür yolunu, bütün onun fəaliyyətinin əsas istiqamətləri üzrə əzəmətini ortaya qoyan bir akademik əsər yarada bilibdir. Və bu baxımdan mən hesab edirəm ki, bu bir örnək nəşrdir. Düzdür, bizim milli sahibkarlığımız, milli məfkurəmizin formalaşmasında, milli dövlətçiliyimizin yaranmasında aparıcı bir sütun rolunu oynayıbdır. Çünki Azərbaycan milli məfkurəsinin, kimliyinin formalaşmasında təbii ki, nəticə etibarilə biz Azərbaycan milli dövlətinin, Azərbaycan Cumhuriyyətinin yaranmasına gətirən bir yol idi. Orada hansı vasitələrlə bunu həyata keçirmək mümkün olurdu? Milli mətbuat, milli məktəb və milli teatr. Bu yaxınlarda isə Üzeyir bəy Hacıbəylinin fəaliyyətinin nümunəsində milli musiqimizin də bu məsələdə önəmli rol oynadığını qeyd edirik. Və mən kitab müəllifi olan Nuridə xanımın özünün fəaliyyəti ilə bağlı, onun kitabın arxasında yazılanlara da diqqət edəndə gördüm ki, Nuridə xanımın həm də tədqiqatının bir istiqaməti Azərbaycan milli musiqisində maarifçilik təmayülləri və yaxud da 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində maarifçilik fəaliyyəti ilə bağlı tarixindən yazdıqları. O baxımdan hesab edirəm ki, milli musiqinin özünün də birbaşa olaraq milli məfkurə və düşüncənin formalaşmasında mühüm rolu olubdur ki, bu baxımdan bizim dahi musiqiçilərimizin də əməyini xüsusi qeyd etmək lazımdır. Burada hörmətli Səadət xanım ön sözdən bir cümlə diqqətə çatdırdı. Orada mən bir məsələni də vurgulamışam ki, elə məsələlər var idi ki, Azərbaycan xalqının müqəddəratı ilə bağlı. Biz İsa bəy Hacınskini ilk beşlikdə, üçlükdə, bəzən də birinci yerdə olan şəxsiyyət kimi dəyərləndirə bilərik. Çünki bizim azsaylı ziyalılarımız o zaman, çox zaman ilk təhsilini mədrəsədə alırdılar və onlar şərq mədəniyyətini, ədəbiyyatını, tarixini, şərq dillərini gözəl bilirdilər. Sonra gedib Avropa təhsili alanda müasir texnologiya, elmin nailiyyətləri ilə özlərinin mənsub olduğu regionun səciyyəvi xüsusiyyətlərini sintez edib, öz xalqının tərəqqisi, toplumun tərəqqisi yolunda tətbiqi yollarını axtarırdılar və bunun uğrunda mübarizə aparırdılar. O baxımdan bir neçə Avropa dilini bilib, kübar, zadəgan əxlaqı ilə cəmiyyətə o modernləşmə xüsusiyyətlərini gətirmək İsa bəy Hacınskinin fəaliyyətində aparıcı rol oynamışdır. Amma elə bir məqamlar var ki, biz artıq İsa bəyi həqiqətən milli təəssübkeş bir xadim kimi görürük. Burada Cəbir müəllim qeyd elədi 1918-ci il hadisələrini. Artıq 18-ci il hadisələrində açıq olaraq
İsa bəy birbaşa onların üzünə Şamiyana da, yəni o erməni mənşəli bolşeviklərin kütləvi soyqırımlar törətməsi zamanı törətdiklərini onların üzərinə emosional şəkildə deyən bir Azərbaycan kişisinin, yəni o cəsarətinin nümunəsini İsa bəyin fəaliyyətində görürük. İsa bəy elə bir zamanda fəaliyyət göstərmişdi ki, siz indi baxın ki, bir dünya erməniliyi var, onları dəstəkləyən qüvvələr var. Amma o zaman Bakıda, Bakı kəndlərinin Azərbaycan əhalisini buradan köçürtmək üçün layihələr qurub, neft sənayesi hesabına zənginləşmiş magnatlar var idi ki, onların evlərinin zirzəmiləri cəbbəxana idi ki, sonradan müsəlman əhaliyə qarşı ondan istifadə etmişlər. Onların qarşısında dayanan azsaylı, cürətli və eyni zamanda peşəkar bir şəxsiyyət idi. Bilirsiniz, peşəkarlıq və vətənpərvərlik bir yerdə olanda bu topluma, cəmiyyətə çox böyük fayda verir. Bunlardan hər hansının biri olmayıb, digər üstünlük qazananda o cəmiyyətə o faydadan çox zərər gətirir. O baxımdan Nuridə xanımın təqdim elədiyi bu kitabda biz İsa bəy Hacınskini, baxmayaraq ki, Sovet dövründə yasağı idi adının çəkilməsi, digər tərəfdən isə müstəqillik dövründə bir qism qat, deməli, toplumun üstün görkəmli şəxsiyyətləri haqqında yazıldı, bir qism yox, çoxluq hələ təqdim olunmuyubdur və mən orada da qeyd edirəm ki, əgər onu məsuliyyət və məharətlə təqdim etmək qabiliyyətimiz yoxdursa, bu elə zamanın şərtləri çərçivəsində tarixdə necə qalıblarsa, heç olmasa o səviyyədə tanınsınlar. Amma Nuridə xanımın akademiklik səriştəlliyi ona gətirib çıxartdı ki, o məharəti və məsuliyyəti ilə İsa bəyi 21-ci əsr insanına tanıtmaq üçün belə bir gözəl kitab ərsiyə gətirə bildi. Və bu baxımdan da mən Nuridə xanımı həm təbrik edirəm, belə bir nəşri ortaya qoyduğuna görə və tarixçilərin bu yöndə artıq işini asanlaşdırdığına görə, eyni zamanda mən bunu bir qan yaddaşından gələn vəfadarlıq borcu da hesab etmirəm. O, həm Ulu babasının fəaliyyətini təqdir etməklə yanaşı, Bakı cəmiyyətinə fayda vermiş digər görkəmli şəxsiyyətlərimiz haqqında, fəaliyyətləri haqqında da fikrini bildirir, ehtiramla qeyd edir və bunu həm də hesab edirəm ki, bu əməlləri davam etdirməyə bir çağırışdır bu əsər və Nuridə xanımın öz şəxsiyyəti ilə bağlı bir məsələni qeyd eləmək istəyirəm ki, çox gözəl bir diqqətimi cəlb elədi ki, türk dilli dövlətlərin musiqi alətləri ilə bağlı 6 dövlətin, Türk dövlətinin beynəlxalq deməli atlasını siz belə bir təqdim edibsiniz və mən hesab edirəm ki, bu geopolitik baxımdan nə qədər əhəmiyyətli bir işdirsə, Azərbaycanın müqəddəratı baxımından strateji anlamda xidməti göstərmiş İsa bəy Hacınskinin davamlı və layiqli varisi kimi sizi də təbrik edirəm, diqqətinizə görə təşəkkür edirəm. Gözəl bir deyim var da, deyirlər ki, kiçiklər birisi başlayan zaman böyüklər məsləhət alsa yaxşıdır. Burada bizim çox hörmətli bir ağsaqqalımız iştirak edir ki, bu elmin də, ziyalılığın da böyüklüyü səviyyəsində yüksək bir akademikimizdir və hər birimizə mənən doğma bir insandır. O mənəvi doğmalıqlığından irəli gəlir ki, o incəsənəti də, elmi də, özünün varid olduğu iqtisadiyyat sənətini də çox gözəl bilir və onu öz elmində, öz qələmində çox dəyərli şəkildə ifadə edib. Düşünürəm ki, bəlkə söhbətin kimdən getdiyini tuta bildiniz. Azərbaycan Milli Məclisin deputatı akademik Ziyad Müəllim Səmədzadəni hörmətlə kürsüyə dəvət edirik. Çox təşəkkür edirəm ki, Azərbaycan elminin, Azərbaycan mədəniyyətinin tarixində bugün belə bir hadisəyə şahidiyik. Azərbaycan sözün əsl mənasında, şərq dünyasında, İslam dünyasında əsrlər boyu xalqının yaxşı əməlləri ilə tanınıb və İsa bəy Hacınski haqqında kitabın təqdimatı mənim üçün ona görə xoşdur ki, mən uşaqlıq illərindən 6-7 yaşımdan İsa bəy Hacınskinin adını eşitmişəm. Buzovnada Səmədzadələr ailəsində, Məlikovlar ailəsində böyümüşəm. Mənim anamın əmisi Ağa bəy, məndə konkret vaxtlar var, bugün bayaq Nuridə xanıma dedim,
Hacı Bey, İsa Bey Hacınski ilə dostluq ediblər. Qohumluq əlaqələri də var. Allah Kazım Bey'e rəhmət eləsin İsa Bey. Qardaşı Kazım Bey'e min rəhmət ki, o Ağa Bey'in qızını, oğlunu alıb. Azərbaycan Stalin vaxtilə demişdi ki, Azərbaycan fedaline qoşulursun. Bu həqiqətən bir təhqiramiz bir söz idi, çünki Azərbaycan artıq 19-cu əsrdə dünya miqyasında tanınan, neftiyle, təbii sərvətlərlə tanınan bir diyar idi və akademik sumbatlarda bir kitap çıxartdı. 1958-ci ildə Promotions Azərbaycana 19-cu əsrdə Azərbaycan sənayesi. Həqiqətən orada çox çətin arxiv sənədlərdən əsaslanaraq çox zəngin materiallar vardı. Azərbaycan sənayesi respublikalar içərisində ən yüksək səviyyədə dururdu. Burada böyük hörmətli Cəbi müəllim burada çıxış etdi. Cəbi müəllim Nobel qardaşları ilə əlaqədar apardığı tədqiqatlardan mən 2 cədvəli götürdüm. 1900-cü ilin əvvəllərində o cədvəllərdə Azərbaycanın neft sənayesindən əldə edilən mənfəətin xarakterizə edən diaqram idi. O diaqramı mən bir neçə yerdə çap etdirdim. O cümlədən bizim 7 cildik ensiklopediyada verdim ki, baxın, görün, Azərbaycanın nə qədər böyük sərvətləri xaricə gedib. Amma, bayaq Cəbi müəllim də dedi, o qədər də onlar abadlıq, sosial və s. işlərə fikir vermirlər. Qara şəhəri bir gün abadlıq edirik, Cənab Prezidentin tapşırığı ilə abad bir diyara çevrilir, amma o Qara şəhər adlanırdı. Başqa bir misala da demək istəyirəm ki, İsa Bey Hacınski sözün əsl mənasında Azərbaycanın su ilə təminatında müstəsna rol oynayıb. Bayaqlar Firdovsiyə xanım burada danışdı, dedi. Firdovsiyə xanımın Bakı Azərbaycan qəzetində bir neçə il bundan qabaq bir yazısı çıxmışdı. Su hatırlıyorsunuz, Şovlar sözlüğüyle əsl Bakılı kimdir? Məqalənin adı belə idi. Mən o yazını diqqətlə okuyandan sonra arxiv materiallarında araşdırdım və Nuridə xanıma çox təşəkkür edirəm ki, o Dumada, Bakı Dumasında Azərbaycana şorlar suyunun çəkilməsi ilə əlaqədar olaraq nə qədər gərgin mübarizə var. Nə qədər gərgin mübarizə var. Müxtəlif bahanələrlə bu layihəni məhv etmək istəyirdilər. Pullar ayrılmışdı, aradan çıxartmaq istəyirdilər. Amma İsa Bey Hacınski'nin qətiyyəti, o qrupada, işçi qrupunda olması o bəlanın baş verməsinin qarşısını aldı. İsa Bey Hacınski'nin yaratdığı ziyalılıq məktəbi. Bayaq, burada deyil bir milli sahibkarlıq. Bayaq Cəbi müəllim Ələşət Quliyevin adını çəkdi. Mən eyni zamanda xatırlatmaq istəyirəm. Bəhmən Axundov kimi bizim alimimiz olub. Onun 51-ci ildə müdafiə edib, monopolistiski kapital neftiyanlar revolüsyonla neftiyanlar promosyonu Azərbaycanı. Azərbaycanın neft, inqilabdan qabaqki neft sənayesində inhisarçı kapitalı. Onunla bir söhbət edirdim, mən də doktorluq dissertasiya sərəfəsində söhbət edirdim və bəzi materialları o qorxusundan ona tapşırdılar ki, Azərbaycan sahibkarlarının adı çəkilməsin. İsa Bey Hacınski milli burjuaziyanın formalaşmasında müstəsna rol oynayıb. Onun əməlləri, onun yaratdığı binalar, tikdiyi binalar, istifadəyə verilən mədənlər bir mənalı şəkildə göstərir ki, Azərbaycanda milli sahibkarlığın formalaşması istiqamətində nə qədər böyük işlər görür. Mən vaxtınızı çox almaq istəmirəm. Bir gün Azərbaycan dinamik inkişaf edir. Ən böyük bizim uğurumuz ondan ibarətdir ki, milli sahibkarlıq formalaşır. Milli sahibkarlığın formalaşması üçün Cənab Prezident qətiyyətli addımlar atır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da dinamik inkişaf edən ölkəyə çevrilsin. Amma bu, belə bir məclisin mənəvi əhəmiyyəti çox böyükdür. Xalqımız, gənc nəsil bilsin ki, bu torpaq boş özürlər üzərində inkişaf edilir. Bu torpağı quran insanlar bütün ağır əziyyətlərə dözərək xalqımız üçün yaşayıblar, yaratmışlar. Allah onları rəhmət eləsin. Nuridə xanıma mən təşəkkürümü bildirirəm. Möhkəm can sağlığı arzu edirəm ki, hər bir nəslin bir nümayəndəsi
benim bacım Dilara Hanım'ın, Mursuzan Ağayev'in, Musan Ağayev'in nəvəsi nə qədər böyük işlər görür. Allah belə xanımlarımızı daha çox eləsin, onlara xoşbəxtlik arzulayıram. Hər birinizə səhvliysən, can sağlığı və can sağlığı arzulayıram. Mən Ziyad müəllimin bu dəyərli, gözəl fikirlərindən sonra o ki söylədi, hər bir nəslin belə layiqli övladları həm nəsil şəcərəsini yaşadır, həm də sanki bunu özündən sonraki nəsillərə ötürür və Azərbaycan ədəbiyyatında, Azərbaycan tarixində Yusuf Vəzir Kəmənzəminli imzası da var ki, bugün o nəslin çox layiqli bir davamçısı tədbirimizdə iştirak edir və o xanım da bu kitabın rəyçilərindən biridir. Bu, filologiya üzrə elmlər doktoru, professor, Türk Dünyası Araşdırmaları üzrə Beynəlxalq Akademiyanın həqiqi üzvü Leyla xanım Vəzirovadır. Məmnuniyyətlə Leyla xanımı kürsüyə dəvət edilir. Bir daha hamını salamlayıram, tədbir iştirakçılarının hamısına salam deyirəm. İlk növbədə Nuridə xanım bu günləri mən təbrik eləmək istəyirəm. Mən bu günləri filolog kimi çıxış eləyəcəm. Məndən qabaq Cəbi müəllim çox çılğın iştirak elədi burada, tarixçi kimi, Firdosiyə xanım və tarixçılar demək olar ki, öz sözlərini bu günləri dedilər. Və mənim üçün sürpriz oldu ki, Nuridə xanım bizim üçün çıxışlardan əlavə həm də balaca bir film hazırlamışdı. Çox məmnuniyyətlə və böyük maraqla ona baxdıq. Tarixçilər öz sözlərini dediyi məqamda mən artıq həmin bu mövzuda danışmaq istəmirəm. Filolog kimi, yəni biraz hisslərə qapılaraq danışmaq istəyirəm. Nə mənada? Biz Nuridə xanımla, Nuridə xanım mənə bu kitabı tövsiyə eləyəndə bir rəyçi kimi mən öz fikrimi söyləyim. Mən bu kitabı cəmi 2 günə oxudum. Görürsünüz, o kitabın həcmi o qədər də balaca deyil. Amma o qədər maraqla, o qədər sevgi ilə yazılıb o kitab. O kitabı mən oxumaqdan ötəri 2 gün mən ümumiyyətlə elə bil ki, həyatdan təcrid olundum və həmin o yazılan dünyaya daxil oldum. 2 günün ərzində o kitab, o rus dilində deyirlər ki, proqlatila knigu. Bax, həmin o məqamda 2 günün ərzində o kitab oxunandan sonra mən hisslərə qapındım və Nuridə xanımla birgə həmin o hissləri keçirtdim. 8 başlıqdan ibarət olan kitabın deməli 5 başlığı, orada qürur hissi, orada tarixi məqamlar və s. İndi təbii ki, oxucular bu günləri hamıya kitab təqdim olunacaq və inanıram ki, hamı onu çox böyük maraqla oxuyacaq və bir günə, 2 günə artıq o kitab oxunacaq. Çünki başqa cürə mümkün deyil. Amma sonra 6-cı, 7-ci və 8-ci başlıqları göz yaşsız onu oxumaq olmur. Orada Nuridə xanım orada öz ürəyini qoyub. Siz monografiya yazmaq olur və hansısa bir tarixi şəxsiyyətlər haqqında da yazmaq olur monografiya, onun həyatı haqqında və s. Amma əgər onun nəslinin nümayəndəsi yazırsa, o tam başqa bir şeydir. O genin, o qanın daşıyıcısı əgər o kitabı yazırsa, o ailənin koloritini gərək hiss eləyəsən ki, o kitabı elə yaza biləsən. Və ilk növbədə bu kitabda gördünüz yəqin ki, vərəqləyib qonaqlar yəqin baxıb orada çoxlu şəkillər var, çoxlu deməli arxiv materialları var. Onlar elə belə ərsəyə gəlməyib. Bunlar hamısı ilk növbədə nədən irəli gəlir? Məhəbbətdən. Yaxşı bir söz var ki, nə yapırsan yap, aşkı ilə yap. Nuridə xanım bu kitabı o qədər böyük aşkla yapıb. O da onun nəslinə olan elə bil ki, borcundan irəli gəlir. İsabay Həccinski həm də çox xoşbəxt bir insandır. Ona görə ki, tarixi şəxsiyyətlər çoxdur, amma hər bir tarixi şəxsiyyətin belə bir nəvəsi, nəticəsi olmur ki, onun haqqında bu cürdə canlı bir portret yaradıb ərsəyə çıxartsın. Nuridə xanım onu bacarıb. Və təbii ki, bu nəsil böyük nəsildir, nümayəndələri çoxdur. Amma o yükü məhz Nuridə xanım öz boyununa götürüb, o da bir qismətdir. Ona görə mən Nuridə xanımı təbrik eləmək istəyirəm və bir məqamı da demək istəyirəm. Kitab dərc olunan gün
Nuridə xanım mənə zəng elədi. O qədər orada sevinç var idi onun səsində. O qədər xoşbaxtlıq var idi ki, mən onunla bəlkə qanım qara olsaydı da mənim əhvalım düzəldi. Çünki Nuridə xanım həmin o impulsları mənə yetirdi. Yəni, bilirsiniz necə, yenə də məhəbbətdən irəli gəlir. Ona görə Nuridə xanım, mən sizi təbrik edirəm. Mən bilirəm ki, İsabay Qacinskinin bu günləri ruhu şaddır. Həmin o Zibeydə nənənin ruhu şaddır. Axırda siz o Zibeydə nənənin haqqında oxuyanda o Bakının o içəri şəhərin o əyri köndələn küçələrinə elə bil ki, səyahətə çıxacaqsınız. O qədər ki, o məharətlə orada hamısı yazılıb. Onların ruhları şaddır və şad da olacaq. Nuridə xanım, onun gözəl ailəsi və İsabay Qacinskinin burada ailəsinin nümayəndələri əyləşib. Nuridə xanım başda olmaqla mən bütün ailə üzvlərini təbrik edirəm və deyirəm ki, Nuridə xanım sizə əhsən. Çünki hamısı o sizin bilirsiniz necə mənəvi borc kimi siz onu boynunuza götürdünüz və onu axıra qədər də çatdırdınız. Mən bir daha sizi alqışlayıram və yenidən yeni sizdən kitablar gözləyirik. Sizə yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram. Çox sağ olun diqqətiniz üçün. Əlbəttə, yazıb yaratmaq yaradıcı insanın həm mənəvi qidasıdır, həm əməlinin təzahürüdür. Amma gəlin etiraf edək ki, o yazılanı, o yarananı üzə çıxarmaq, ona dəstək olmaq, onu ərsəyə gəlməsinə bütün təfərrüatı ilə münasibət bildirərək o yarananı nəsillərə ötürmək bu özü də böyük bir cəsarətdir. Və biz belə bir cəsarətdə bulunan, belə bir böyük ürək sahibi olan və İsa bəy Qacinskinin, yəni bacısı Bilqeyis xanımın da adını yaşadan, yəni Qacinskilər nəslinə, şəcərəsinə öz əməli ilə də bugün hörmət və məhəbbət qazandıran bir hörmətli ziyalımızı xahiş edəcəm ki, kürsüyə buyursun. Eldar Müəllim Quliyev, millət vəkili, Konfirasiya Universitetinin rektoru, Respublika Ağsaqqallar Şurasının sədri Ağsaqqal sözünü eşitmək üçün sizi kürsüyə çağırıram. Hörmətli tədbir iştirakçıları, hörmətli alimlərimiz, əziz qohumlar. Əlbəttə bizim üçün çox xoş gündür ki, siz burada iştirak edirsiniz və bizim əsli nəcəbəti sizinlə bir yerdə iade edirik. Mən bu məsələdə birinci növbədə əlbəttə ki, Nuridə xanıma böyük minnətdarlığımı bildirim. Çünki Nuridə xanım artıq bir ildən yuxarı idi ki, mən bir yerdə biz təmasda olurduq bu kitabın hazırlanmasında. Hamımız burada alimlər, əksəriyyətimiz, hamımız kitab yazmağı da bilirik və nə çətinlikləri də bilirik. Kitabxanalarda oturur, arxivlərdə oturur, bir bunları hazırlıq edir. Məndən qabaq burada hörmətli professorumuz dedi ki, həqiqətən də bu kitabı hazırlaması ərsə getirmək üçün böyük əziyyət lazımdır. Və Nuridə xanım gecəsini, gündüzünü, mən onu elə gün olardı ki, gündə 2 dəfə, elə gündə olardı ki, məsəl üçün heç danışmazdıq, amma hansısa məsələlərində, bax, bu şəkilin getirilməsindən Nuridə xanımı yadırsan. Bu şəkili mən getirdim, Nuridə xanımı verdim. İlk dəfə bilirsiniz ki, Azərbaycanda maşını, Azərbaycan avtomobil, bu maşını gəlmişdi burada və çox maraqlı da şəkil oldu, bunu göstərdi. Yəni, demək istəyirəm ki, əlbəttə hər detala baxın, kitaba siz yaxşı baxmışsınız, baxmayanlar da baxacaq ki, bu ərsə gəlmək üçün nə qədər əziyyət çəkilib bu. Söhbət onun məaliyyəşdirməsindən gedir, söhbət ona qayğıdan deyəsin, bu kitabı nə qədər qayğı ilə, sevgi ilə, sevinclə, bununla qədər. Və bugün rəislər də dedi ki, həqiqətən bu məsələləri sona çatdıranda Nuridə xanımın sevincinin həddi hüdudu yox idi və məni ilə də zəyləşdirdi ki, artıq başa çatdırmışam, rəislərdən də alıram və biz hazırlaşmalıyıq bu məsələləri bir yerdə keçirməli. Sözsüz ki, bir qədər də burada doğmalıq vardı. Biraz yerliçilik də elə bildim, amma doğmalıq da o idi ki, həqiqətən də bir-birimizi elə baxışdan anlaya bilirdik ki, bu söhbət kimdən gelir. Və mən
mənim nənəmin, mən babamın 36-37-ci ildə, amma Repseyov o dövrdən. Əsas mənim bu xatirələrim mənim nənəmdən gəlir. Nənəm, mən elə bilirəm 107 yaşında rəhmətə gedib. Sonra mənə bugün dedi ki, yox, rəhmətə gedib. 112 yaşında dedi, nənəm 7 yaş özünü balacalaşdırma o dövrdə. Yəni bu həyatı o görmüşdü, yaşamışdı, bilirdi. Əlbəttə ki, bizim ən böyük dərdimiz o idi ki, Bolşevik rejimi, komünist rejimi gəldi Azərbaycanda, bütün ziyanların ya qaçırtdı, ya öldürdü, ya məndən güllələdi. Bax, ondan bir şey yazılır. Baxın, mən həmişə deyərəm ki, necə oldu ki, bir dəfə məsələn, hansısa fəhlərini güllələmədilər, hansısa kəndçini güllədilər, kimləri güllədilər? O adamlar ki, ziyalıydı. O adamlar ki, başa düşdülər ki, bu inqilab boş sözdir. Bunun da kimlər olmuşdu burada? Hamısı o, Stalinlər, Leninlər, onlar Azərbaycanın ən çox əziyyət çəkən, əziyyət olan insanlar arasında bizim bu alimlərdir. Bunların, mənim babamın anası yeganə o dövrdə kişi, qadın idi ki, 9 dənə oğlu var idi, başlığa yerə gəlmişdi. O qadın Bakıda heç kim deyə bilmədi, başı aşağı. Yəni, çarşafsız gezərdi. Özü də İsa bəy ona bir fayton bağışlamışdı. Bir daha da, demək İsa bəy Fransada olanda onun için gramofon deyirlər, belə. Nənəm deyərdi ki, gələrdi bizdə deyir, onu qoyardı, paçfonları oxudardı, oğlanları da əmilərim də, onları oynadardı, oynayardı, onların yəni, sevinci o qadın o qədər. Yəni, Allah hamısı ölənlərə rəhmət eləsin, əlbəttə bu xatirələr çoxdur. Yəni, mən həyat belə getirdi ki, mənim üzr istəyirəm sizdən, oğlum bir 10 il Fransada səfirlikdə işlədi. Mən Fransaya tez-tez gedib, başa gedim və orada mən bilirdim ki, İsa bəyin oğlanları o dövrdə çoxu getirlər Fransaya. Mən onları orada axtardım. Hətta çox üzr istəyirəm sizdən, qəbristanlara gəlib getdik çıxdı. Bilirsiniz ki, biz o dövrdəki bizim o Azərbaycanlıların bir hissəsi Topçubaşov və digərləri orada başlar. Onların qəbirlərinin üstünə mən getdim və orada da baxdardım ki, bəlkə bizim o adlarını mən bilirəm, onları atar, amma tapa bilmədim onu. Hətta istədim ki, bunlar evlənirdi, yəqin ailəsini, yenə də bizim səfirlə əlləşdik, baxdıq, amma bunu tapa bilmədik, yəni. Bu, əlbəttə, bizim ki, ürəyimdə qaldı ki, baxa. Və bu kitab məsələsi ortaya çıxanda, elə bir ki, mən özüm də belə toxtaq tutdum. İkinci bizə əlbəttə Azərbaycana, bizim nəslə böyük şey deyərlər, bir zərbə İkinci Dünya Müharibəsindədir. 7 adam bizim ailəmizdən, 7 kişi, 2 kişi qayıtdı. 5 əmim, bir də atamla bir də bir-birinin yoldaşı. Hamısı da ziyalı, hamısı da ali savadlı. Getdilər, qayıdıb. Bir dənə atam qayıtdı, gəldi, bir də böyük bibimün, demək hansı ki, bibimin biri adını Bilqəyiz xanım qoymuşlar, nənəsinin adını qoymuşlar. Onların yoldaşı gəldi. Bu da bizim böyük eser. Əlbəttə, Azərbaycan müstəqil dövlətdir, bugün müstəqil siyasət aparır. Şükür ki, biz bu şeydən vaxtlar idi, biz gənc tələbələr idik. Ən böyük arzumuzdur ki, Azərbaycan nə vaxt müstəqil dövlət olur? Bu zənciri qırır Sovetdən qədər. Allah da Allah qismət elədi. 91-ci ildə, 93-cü ildə İlham Əliyev gəldi, indi İlham Əliyev uğurla davam elətdir bu da və ikinci arzumuz da oydu ki, torpaqlarımız işğaldan alınsın. İndi mən 25 ilə yaxındır ki, Eldar müəllimdə, mən də Əziyyət Səmədlərdə biz uzun müddətli millət vəkilləri, o da bizim yoldaşlarımız da var hansı ki, xanımlar bizi ilə millət vəkilləri olurlar və əlbəttə bizim üçün indi bu gənc nəsli elə edətmək ki, gənc nəslini daha səhvlər eləməsinlər. Millət bir-birinin yanında olsun, millət bir-birinin ayağından çəkməsin, dartmasın. Nuridə xanım, bir də təbrik edirəm sizi. Mən çox danışmaq da istəmirəm burada, məndən sonra da yəqin danışan olacaq. Bilin ki, biz öz tariximizi bilməliyik. Əsas bu idi ki, bizim üçün ən böyük bizim problemimiz qarşımızda keçmişdədir məzəndə. Tələbə olan vaxtda, aspirant olan vaxtda, doktorant olan vaxtda. Yəni, o dövrdə də biz həmişə çalışırıq ki, hansı şəkildə ki, millətin özünü tanımasını bilək. Axı bu, Rusdan, məndən ermənidən, ondan bizə o millət, bizə millət ola bilməz, ondan bizə nə qardaş, nə bacı, nə də həyat yoldaşı ola bilməz.
Ona görə millətimizin qədrini bilmək, dövlətimizin qədrini bilmək, onlarla, yüzlərlə, bax, belə bir insanları biz o dövrdə işlədik. İndi fərz edin, əgər onların nəsilləri qalsaydı, o Azərbaycan nə qədər inkişaf edilmək olur. Şükür ki, bugünə, Allah bizi qorusun, Nuridə xanıma uğurlar arzulayıram, gələcək fəaliyyətində yenə də biz hazırıq dəstək verməyə və Cəbi müəllimə dərin minnətdarlığımı bildirirəm, çünki o bizim böyük tarixçimizdir, tarixi araşdırır. Digərlərinə də xanıma mən profesor minnətdarlığımı bildirirəm verdiyəyə görə və arzu edirəm ki, biz tez-tez görüşək, bu belə bir tədbirlərdə bir-birimizi dəstəkləyək. Mən hazıram həmişə sizlə görüşməyə, sağ olun. Gözəl bir fakta toxundunuz. Fransa'dakı səfərinizdə və o nəsil şəcərəsini orada axtardığınız məqamı yada getirdiniz. Və mənim də yadıma düşdü kitabda bir xatirə. Və ona qələmə alan gözəl bir xanımdır, mən indi ona yaxınlaşacağam. Deməli, 1973-cü ildə Maestro Niyazi Fransada simfonik orkestr ilə konsertdə olarkən ona bir şəxs yaxınlaşır və İsa bəy Hacınskinin nəvəsi olduğunu söylüyor. Maestro Niyazi Bakıya gəldikdən sonra bu tarixi faktı, həqiqətən bu bir tarixdir və Cəfər müəllim İsmailzadəyə bildirir, Nuridə xanımın atası. Hər birinin ruhu şad olsun. Amma bu xəbəri eşidən və bir neçə ay xəstəxanada olan Zübeydə xanım məhz bu xəbəri eşitdiyi günün səhəri dünyasını dəyişir. Bəli, insanlar nə qədər böyük fədakarlıq göstərirlər, amma o fədakarlığın içində nə qədər qaranlıqlar var. O qaranlıqların içində bugün aydınlığa çıxan İsa bəy Hacınskinin və onun şəcərəsinin hər birinin, dünyadan gedənlərin ruhu şad, qalanların isə sizin kimi ömrü uzun, canı sağlam olsun ki, bu nəsil şəcərəsini özünüzdən sonraki nəsillərə də yetirəsiniz. Mənim söylədiyim bu faktı kitabın rəicisi olan deməli, Azərbaycan Mimarlıq Universitetinin Azərbaycan Dili və Pedagogikası kafedrasının müdiri, filologiya və fəlsəfə doktoru Doçent Salatin xanım Əhmədova qələmə almışdır. Yəni, o statı öz rəici fikrində bildirmişdir. İcazənizlə biraz səhhəti ilə bağlı mən Salatin xanıma yaxınlaşım və o da... Çox sağ olun, Saadət xanım. Söz verdiyinizə görə minnətdarım. Hörmətli tədbir iştirakçıları, sizin hamınızı salamlayıram və Nuridə xanıma təşəkkür edirəm ki, məni bu cür gözəl bir tədbirə, kitab təqdimatına dəvət edib. Biz orta məktəbdə oxuyanda çox belə səthi şəkildə keçirdik Azərbaycan tarixini və orada Bakı milyonçuları haqqında həmişə mənfi fikirlərə rast gəlirdik. Buradan Firdovsiyə xanıma da mən öz təşəkkürümü bildirmək istəyirəm ki, televiziyada mütəmadi çıxışlar edirdi və biz onun sayəsində, bu xanımın sayəsində Cumhuriyyət dövrünü bir nəzər yetirirdik, onu öyrənirdik və daha yaxından tanış olurduq. Eyni zamanda da Bakı milyonçuları haqqında Firdovsiyə xanım danışanda, onlar haqqında maraqlı söhbətlər eləyəndə bizdə bir uyanış yaranırdı və biz onları öyrənməyə çalışırdıq. 11 milyonçunun arasında İsa bəy Hacınskinin də adı çəkilirdi. İsa bəy Hacınski yeganə insan idi ki, bəy nəslindən çıxmışdı. Mən Nuridə xanımdan demək olar ki, təxminən bir 10 ilə yaxındır ki, tanışam. Bir məclisdə tanış olmuşduq, bir tədbirdə tanış olmuşduq və bizim bu tanışlığımız dostluğa çevrilirdi. Bizim aramızda yüksək dərəcədə ünsiyyət yarandı. Gözəl insan, gözəl xanımdır Nuridə xanım. Belə deyək ki, biz tarixdən keçmişik, ümumiyyətlə, söhbətlərdən eşitmişik, verilişlərdən tanış olmuşuq. Ancaq bu da bizim yaddaşımızda belə tam qala bilmir. Ona görə ki, zaman keçir və o fikirlər bizim beynimizdən az da olsa silinir. Ancaq Nuridə xanım elə bir böyük qəhrəmanlıq göstəribdir ki, 11 milyonçudan biri olan İsa bəy Hacınskinin haqqında bu cür gözəl tədqiqat əsəri yaradıb. Biz
yaşlanırıq, ancaq bizim yerimizə gələn gənc nəsillər bu kitabı oxuyacaqlar, bu kitabdan öyrənəcəklər və İsa bəy Hacınski və başqa milyonçularımız haqqında məlumatlı olacaqlar. Bu kitabın bilirəm ki, çox çətinliklə ərsəyə gəldi Nuridə xanım. Nə vaxt zəng edirdimsə cavab vermirdi. Bilirdim ki, hərdən cavab vermirdi. Bilirdim ki, ya kitabxanalardadır, ya da arxivlərdədir. Bilirəm ki, necə çətinliklə bu kitab ərsəyə gəlibdir. Mən də onu 2 dəfə oxumuşam. Birincisi, bir gözəl, maraqlı əsər kimi oxumuşam. İkincisi də rəy yazmaq üçün, kiçik bir rəy yazmışam və onu Nuridə xanıma ərmağan etmişəm ki, çox sağ olun ki, Nuridə xanım, belə bir gözəl kitabın yaranmasını ortaya gətirmişsiniz. Bir daha təşəkkür edirəm Nuridə xanım, sağ olun. Çox sağ olun, çox təşəkkür edirəm və düşünürəm ki, biraz vaxtımızı çox almayaq. Alimimizi mən istəyirəm təqdim edəyəm və əlbəttə biz memarlıq abidələrindən danışarkən də o məqamda da İsa bəy Hacınskinin adı çəkilir, özü də hörmətlə çəkilir. Çünki gözəl Bakımızın gözəlləşdirən o bir sıra binaların tikilməsində də məhz İsa bəy Hacınskinin çox böyük rolu olub. Bu mövzu ilə bağlı öz fikirlərini söyləmək üçün deməli, memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan memarı və hətta yazıcısı çox hörmətli Elçin Məlim Əliyevi dinləsək yaxşı olar. Elçin Məlim, buyurun kürsüyə. Dəvətə görə Nuridə xanım təşəkkür edirəm sizə və sizi ürəkdən təbrik edirəm. Mən də bir memarlıq tarixçisi kimi bir neçə kitabın müəllifiyəm və səbirsizliklə sizin kitabınızdan yenə də görüşü gözləyirəm. Bilirəm ki, bu bir qəhrəmanlıqdır, bu bir çetin işdir kitab yazmaq. Əsas arxivlərdə işləmək, əsas materialları tapmaq, hərdən bir alim kimi bilirsiniz, bir soyadı axtarmaq üçün, ya bir faktı axtarmaq üçün 1 ay, 2 ay, 3 ay vaxt gedir, bilirsiniz, nə qədər zəhmət ona sərf edirsən. Təəssüf ki, həqiqətən bizim ölkəmizdə arxivlərimiz yoxdur, bilirsiniz, saxlanılmayıb. Bu da bir Sovet vaxtında bir mərkəzin bir siyasəti idi. Bizim milli tariximizi silirdilər, bilirsiniz, memarlıq tariximizi silirdilər. Həqiqətən 19-cu əsrə aid, 20-ci əsrin əvvəlinə aid memarlıq tarixi qalmayıb, bilirsiniz. Binaların tarixi qalmayıb. Bütün arxivləri mən dəfələrlə öyrənmişəm, bilirsiniz, çıxardıb ya Moskva şəhərinə aparırdılar, ya Bakıda onları yandırıb, bilirsiniz, heç edirdilər. İndi də bilirsiniz, çox çətinliklə o dövrə aid, Arnavut dövrünə aid memarlıq tarixinin, bilirsiniz, faktlarını çətinliklə mən özüm öz kitablarım üçün Moskvaya uçub, onların mərkəzi arxivlərində, bilirsiniz, bizim Bakı binalarımız haqqında puldan məlumatları alıram. Təəssüf ki, mən sizi ürəkdən təbrik edirəm ki, belə çox gözəl bir kitab çap eləmişsiniz. Maraqlı bir fakt o dövrdə bilirsiniz, ünvan yox idi Bakıda, belə deyirdilər. Məsələn, Vrangilskaya küçəsi Məmmədovun evi, ya məsələn, Merkuryevskaya küçəsi Nağıyevin evi və o dövrdə həqiqətən Neftçilər prospektinin adı İmperatora Aleksandra II gedirdi və orada yazırdılar ki, Hacınskinin evi və ev sahibləri məcburdular ki, həqiqətən belə öz binalarına, öz bu faktiki binalar ev sahibinin vizit kartı idi və çox gözəl şəkildə unikal binalar tikilirdilər. Həqiqətən Bakı o dövründə, 19-cu əsrdə bir-iki mərtəbəli şəhər idi və bu da bir qəhrəmanlıq idi. İmperator Aleksandr II dəniz kənarı küçəsində durub bir 5-6 mərtəbəli belə çox gözəl malikana tikmək. Ümumiyyətcə Bakının memarlığı zəngindir. Ümumiyyətcə Bakı kimi gözəl memarlıq olan şəhər yoxdur. Bakıda ümumiyyətcə şəhərin mərkəzində Qız qalası dayanıb. Bu bizim eramızdan bəlkə də əvvəl tikilmiş memarlıq abidəsidir. Orta əsrlər memarlığı, Arnavut dövrü memarlığı, 19-cu əsri sonu 20-ci əsrin əvvəli. Bizdə çox gözəl 20-ci illərə, 30-cu illərə konstruktivizm dövrü memarlığı var. Stalin dövrü memarlığı 50-ci, 60-cı illər.
sonra Sovet modernizmi dövrü 70-ci, 80-ci illər, nəhayət tarix təkrarlanır və indi də biz faktiki müasir memarlığın, bizim Bakı şəhərimiz, paytaxtımız müasir memarlığın mərkəzlərindən birinə çevrilir. Görürsünüz, Bakı küçələrini gezərkən həqiqətən bir memarlıq epoxasından ayrı memarlıq epoxasına səyahət eləmək olar. Və mən yenə də Nuridə xanım sizi ürəkdən təbrik edirəm ki, belə çox gözəl bir maraqlı bizim təəssüf ki, hələ çox belə ağ ləkələr qalan tariximizi bir səhifəsini açmışsınız. Həqiqətən çox belə gözəl kitab çap eləmişsiniz. Təşəkkür edirəm sizə. Sağ olun. Bir ömür başa yetən zaman tapşırırıq nəsillərə kamilliyi, əsilliyi, müdrikliyi. Bəli, İsa bəydən bugün yadigar qalan onun əməlləridir ki, bəlkə də onun nəsil şəcərəsinin hər bir insanına, hər bir şəxsiyyətinə özündən asılı olmayaraq bu kamillik və müdriklik əta olunubdur. 19-cu əsrin görkəmli mütəfəkkiri Mir Məhsud Nəvvabın da belə dəyərli bir fikri var. Elm və hünərdən yadigar qoymaq yaxşıdır. Nəinki mal və əmlakdan. Bugün İsa bəy Hacınski fəaliyyətindən danışmağa bizi vadar edən və Nuridə xanımı da bu dəyərli ədəbiyyatı yaratmağa sövq edən bu ölməz, unudulmaz şəxsiyyətin əməlləridir. O əməllər ki, onun hünərindən bugün ədəbiyyata çevrilir. Əlbəttə, biz yalnız ədəbiyyatı yaradan, ona öz vaxtını və öz sevgisini həsr edən və sərf edən əzizimiz Nuridə xanıma. Gəlin bir daha bugünkü tədbirimizin sonunda alqışlayaq və onu kürsüdə söz demək üçün dəvət edirik. Yəqin ki, razılaşarsınız ki, Saadət xanım çox gözəl tədbiri apardı. Çünki Saadət xanımın sonsuz belə söz ehtiyatı var, gözəl ədəbi dili var, çox gözəl aparıcılıq eləyir. Yəni, peşəkar insandır, əlbət ki, onunla müqayisə eləmək çox çətindir. Amma ki, mən bir neçə kəlmə söz demək istəyirəm bir daha. Dün səhər Elnar müəllim zəng elədi və soruşdu ki, hər bir şey yerindədirmi, nə problemimiz var? Yəni, bugün tədbir keçəcək, sizin bəlkə bir nəsə çatışmayan cəhətiniz var. Dedim, Elnar müəllim, hər bir şey yerindədir. Dedi ki, Nuridə xanım, biz mütləq gərək İsa bəyin qəbrini tapaq. Mütləq onun, yəni yatdığı, uyuduğu yeri, bilirsiniz ki, İsa bəyin qəbri məlum deyil. Yəni, Dilarə xan burada əyləşib, Dilarə xan öz babasının 3 dəfə qəbrini yerini dəyişdirərək, axır ki, nəhayət bir qəbir üstü abidə düzəldir. Amma bizim babamızın qəbri heç yoxdur. İnanın ki, bu bizim ən ağrılı yerimizdir ki, biz onun üçün bir ehsan verib, bir dua oxuduruq, bir misal üçün ona bir gül qoyub, biz onu xatırlaya bilmirik. Və Eldar mənim çox nəcib bir təşəbbüs irəli sürdü və dedi ki, Nuridə xanım, biz mütləq onun qəbrini tapmalıyıq və onun mütləq yerdən üstünü götürməliyik. Yəni, biz əlbət ki, burada nəticələr ələşir, bizim nəslimizin parlaq nümayəndələri, belə deyərəm. Eldar müəllim də bizim nəslimizin, necə deyərlər, parlaq nümayəndələrdən biridir. Və sizin hər birinizə gəldiyiniz üçün mən hamınıza təşəkkür edirəm ki, gəldiniz, diqqət ayırdınız, vaxt ayırdınız. Yəni bizə, bizim ailəmizə, bizim səcərəmizə, bizə çox diqqət göstərdiniz. Hamınıza dərin minnətdarlığını bildirəm, öz nəslimiz, öz ailəmiz adından, Eldar müəllimin adından hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Gələn ayaqlarınız var olsun. İndi isə Eldar müəllim tərəfindən bir fuşət də hazırlanıb, onun təşkilatçılığı ilə əlbət ki, hamınızı, necə deyərlər, o fuşətə dəvət edirik. Elə mən nəsə demək istəyirsiniz? Ziyədən mi? Nəsə demək istəyirsiniz? Artıq odur ki, mən çox sağ olun, əvvəla mən bir daha Eldar müəllimə də sizə təşəkkür edirəm. Eyni zamanda çox istərdik ki, nəticələr görək ki, küçədə görəndə çalışır. Bu dəqiqə, onlar hamısını dəvət edəcəm, bu dəqiqə, hamısını tanıtdıracağım. Gülər xanım. Olan demək ki, biz də belə nəticələr onun bağlamamışları ki, bu da millət vəkili. Bəli, Eldar müəllimlər bir faktı deyim, 1978-ci ildə parlament,
buyura bilərsiniz. Buyurun. Gəlin səhnəyə mən məsləhət. Səhnədə mi çıxdık? Bir gəl. Buyurun. Ondan sonra Mehdi müəllim, gələsin. Gəl keçin bu tərəfə. Ondan sonra bizim deməli Pərviz müəllim, Pərviz hardadır? Pərviz hardadır bəs? Pərviz ən əsas momentdən gəlmədi. Gəlin. Doğru. Vətən müharibəsinin qəhrəmanı Toğrul. Bütün 44 gün müharibəni Toğrul başdan ayağa keçib. Bizim vətən müharibəsini. Hətta paradda iştirak edən bizim Toğrul balamız olub. Toğrul, gəl. Ondan sonra Aynur Tamuris, mənim anamın adını daşıyan Tamuris xanım buradadır. Gəlin. Nasip buradadır. Yani hamınızı baxın, bax bu deməli İsa bəy Hacınskinin nəslin davamçılarıdır. Kardeşimin yanında diyalog. Yok, biraz